Haydi be. Əziz dostlar, salam aleyküm. Hər vaxtınız xeyir olsun. Bir məsələ ilə diqqətinizi yönətmək istəyirəm. Elə bu dəqiqələrdə xəbər almışam. İstədim ki, sizinlə də bölüşəm və əlaqədar qurumların diqqətini cəlb edəyəm bu məsələ. Demək, Gəncə Dövlət Universiteti deyilən bir ali təhsil ocağı var. Çox təəssüflər olsun ki, Azərbaycanda korrupsiya yuvası kimi tanınan təhsil ocaqları sırasında elə birinci cərgələrdə Gəncə Dövlət Universitetinin adı çəkilir. Və bu Gəncə Dövlət Universiteti nəzdində də bir regional humanitar kollec var. Təsəvvürə gətirin, bir nəfər bizə müraciət edibdi. Bunun evladı, həmin bizə müraciət edən şəxsin evladı, həmin kollecin tələbəsidir. Bir müddət əvvəl, bundan əvvəlki semestrdə köhnə rəhbərliyə vəsait ödəyibdi dərsə getməmək üçün. İndi ailə şəraitinə nəzərə alaraq, ailə şəraiti imkan verməyib, ailə vəziyyəti və köhnə rəhbərliklə razılığa gəlib ki, müəyyən miqdarda ödəniş hesabına bu dərslərə getməsin. Və köhnə rəhbərlik də buna razı olubdur, ondan həmin o məbləği, vəsaiti alıbdır. Və bu da ay-bay həmin vəsaiti ödəyib, dərsə getməməyinin müqabilində. İndi həmin rəhbərliyi işdən çıxardıqlar, yeni rəhbərlik gəlibdir. Həmin tələbəni imtahanlara buraxmır ki, sənin qayıqların var. İndi bu tələbə də gedir, deyir ki, mənim qayıqlarım ki, buna görədir də, mən köhnə rəhbərliyə razılıq əldə eləmişəm, vəsait ödəyəm, valideynlərim buna görə vəsait ödəyibdir, mən də buna görə gəlməmişəm dərsə. İndi bu təzə rəhbərlik deyir ki, mənə dəxli yoxdur, get, kimə vermişsənsə pulunu ondan al. İndi bu da gedir həmin o rəhbərliyin, köhnə rəhbərliyin ünvanına, o da deyir ki, vermirəm, get kimə istəyirsən şikayət elə. İndi bu uşaq qalıb, valideyni qalıb ortadakı, bunlar neynəsinlər? Yəni, bunlar necə öz hüquqlarını müdafiə eləsinlər? Kimə müraciət eləsinlər? Əlaqədar qurumlara, millət vəkillərinə, Gəncə Dövlət Universitetinə müraciət edirlər. Onlar deyirlər ki, bizlik deyil, həmin kollec özü-özünədir. Nə olsun ki, rəsmiyyətdə bizim adımız yazılır ki, Gəncə Dövlət Universitetinin nəzdində özü-özünədir. Geçsinlər, başlarına çarə qılsınlar. İndi bax, bu uşaq neynəsin? Ailə vəziyyətinə görə gedib müraciət edib təhsil müəssisəsinin rəhbərliyinə ki, və mən ailə vəziyyətimə uyğun olaraq dərsə gələ bilmirəm. Mənə necə güzəşt eləyə bilərsin? Bu da onun müqabilindən bundan pul tələb edib. Bunlar da ay-bay həmin pulu ona ödəyiblər. Və bu da getməyib. Söz verib ki, qayıb qoymayacam sənə. Amma indi təzə rəhbərlik gəlib, məlum olub ki, buna qayıb olub. Təzə rəhbərlikdə bunu imtahanlara buraxmır ki, sənin qayıbların var, mən buna görə buraxmıram. İndi burada günahkar kimdir? Necə eləsin bu? Geçsin, kimdən alsın pulunu? Geçsin, necə eləsin? Yəni, Azərbaycan təhsilinin vəziyyəti budur da. Kimə deyirsən, deyir ki, mənlik deyil, gedin başqa instasiyaya müraciət edin. Mən elə özüm bundan bir neçə dəqiqə əvvəl bir millət vəkilindən danışmışam ki, necə eləyək bu vətəndaşa kömək eləyək? Deyir ki, bizlik deyil. Biz şəhid ailəsi ilə bağlı da həmin kollecin rəhbərliyinə müraciət eləmişik. Deyir ki, mənlik deyil də, mən heç bir şey eləyə bilmərəm. Yaxşı, indi o necə deyək, bu köhnə rəhbərliyi necə tapaq? Necə bu vətəndaş keçsin, onun pulunu geri alsın və yaxud da bu şəxsi məsuliyyətə cəlb eləsin? Belə şey ola bilməz ki, elə pulu verdi, bu aldı, getdi, yedi, üstündə də su içdi, geçsən də taliyin ümrünə. Necə edirsən, onlar işlərini qur. Təzə rəhbərlikdə deyir ki, mənə adiyyəti yoxdur, sən kollecdən qovuram. Yaxşı, burada hüququ pozulan kimdir? Kimdir burada ziyan çəkən? Yəni, bu vətəndaş neynəsin? Bu, küçədən keçənin yanına getməyib. Bu, gedib kollecin rəhbərliyin yanına ki, mənə necə kömək eləyə bilərsin? Mən ailə vəziyyətimə imkan vermir ki, mən mütəmadi olaraq dərsə gəlim. Siz mənə necə kömək eləyə bilərsiniz? Burada deyib ki, köməyin budur. Ayda bu qədər pul verməlisən, gəlməyə bilərsən. Burada valideynlər razı olublar. Hər ay bu kollecin rəhbərliyinə pulu ödəyiblər. İndi kollecin rəhbərliyi işdən çıxardıb təzəsi gəlibdir. Deyir ki, mənə dəxli yoxdur. Get pulunu köhnədən al. Köhnə də deyir ki, vermirəm. Get hara deyirsən şikayət elə. Yəni belə bir bespridel Gəncədə yaşanır. Bu vətəndaş neynəsin? Bilən varsa xahiş edəm yazsın ki, bu vətəndaş neynəsin?
Belə, sağ olun.